Qardaş, paradoks sıfırdır deyə bir anlayış yoxdur. Sənin qoyduğun orada ehtiyat hissəsinin keyfiyyət məsələsi var. Yəni sən buna keyfiyyətli zapsas qoysan, şaravoy qoyarsan ki, misal üçün 3 günə dağılar, şaravoy qoyarsan ki, 1 ilə dağılmaz heç. Yəni bu dəqiqə belə yenə də deyirəm, bizim güclü sənətkarlarımız var ki, yəni o satılan zapsasdan daha yaxşı ehtiyat hissəsini yığır. Şaravoyun içinin kapronu da dəyişir. Quşlar üsulla. Quşlar üsulu deyil, zavodskoy üsulda nədir ki, arxası açılır, kaprondur, kapron dəyişilir, təzə kapron qoyulur, yağı qoyulur, presləndi, çıxdı, getdi. Şaravoy da elə düzəldilir. Yəni o zamanət söhbəti var. Ehtiyat hissəsini sən yenə də deyirəm, mən zapsas dükanlarıyla heç bir prinsipim yoxdur. Yəni sadəcə olaraq maariflənmək üçün, müştəriləri maarifləndirmək üçün ən əsas getməlidirlər zamanət verilən yerə. Əla. Yəni kim ki öz işinə, öz zəhmətinə, öz nə bilim gördüyü işə zəmanət verirsə, müştərilərə də məsləhətim olar ki, getsinlər kim zəmanət verir onun yanına. Fərq eləmir. İstəyir nakladka olsun, istəyir xadavoy olsun, istəyir aporn olsun, istəyir motor olsun, istəyir korobka olsun. Zəmanət varsa, qardaş, yəni o birincisi hamı öz işindən boyun qaçırdar. Zəmanət yoxdursa ki, hə qardaş, yığmışam, get, gətir əlavə yenə mən pulumu alım. Amma qardaş, mən işimi görürəm, misal üçün, aporn elə bir şeydir ki, aporniyə sən nə tər sürürsən, mən onu bilmirəm. Amma mən ən azından 1 ay zəmanət verirəm ki, qoy müştərilər bizdən narazı getməsin.